Bu videoda mən sizə portu dəyişməyi göstərəcəm. Deməli, biraz ekranı böyüdürəm, rahat görə biləsiniz. Çox böyütdüm. Aha, belə yaxşıdır. Nə edirdik? Uvicorn, bura index 2.app yazırdıq və reload yazırdıq, düzdürmü? Bu şəkildə proyekti işə salanda 127.001 8000 portunda proyektimiz işə düşürdü. Ctrl basıb tutub klikləsəm, bu şəkildə detail not found yazırdı və burada users yazsam, bu şəkildə userlər gəlirdi və ID bərabərdir 1 yazsam, bir dənə user gəlirdi. Bura qədər hər şey əladır. İndi mən istəyirəm 8000 portunda yox, 8080 portunda çalışsın. O zaman Ctrl-C ilə proyektin işini dayandırıram, yenidən yazıram. Reloaddan sonra 2 dənə tire işarəsi atıb deyirəm port, ara verirəm, yazıram 8080, enter vururam. Baxın, port dəyişdi, 8080 portu oldu və burada refresh atsam, bura çalışmayacaq, çünki portu dəyişmişəm. Burada gəlib portu dəyişsəm, bu şəkildə çalışacaq. Başqa cür gəlib burada yazıram ki, əgər name bərabər olarsa main-ə, main yaza bilsəm əgər, belə olarsa, o zaman uvicorn yazıram. Burada da uvicornu import eləməliyəm. Gəlib deyirəm ki, import elə uvicornu. Bunu da yuxarı alaq bu şəkildə. Və gəlirəm aşağı, yazıram uvicorn.run. Daha sonra app istəyir. Yazıram ki, app bərabərdir. Index failinin altındakı app'i çalışdıracaqsan. Daha sonra port istəyir. Deyirəm portum olsun 8080, integer formada daxil edirəm. Və reload bərabərdir true yazsam, burada biz dash reload yazmırıqmı? Gəlib belə tire reload yazırıq. Onu avtomatik burada reload true yazanda özü yazır. Nəysə, indi mən bunu normal Python failini necə çalışdırırdımsa, o şəkildə çalışdıram. Deyirəm Python index.python. Bu şəkildə çalışdırsam, baxın, hətta gəlin portu dəyişək, 9000 port eləyək. Proyektin işini dayandırıb yenidən çalışdıracam. Python index, gəlin belə eləyək, py yazaq, index.python, yəni uzun yazmayaq. Enter vururam. Baxın, 9000 portunda çalışdı. Gəl burada 9000 yazsam, enter vursam, detail not found, users, baxın bu şəkildə userlər gəlir. Ctrl-C deyib proyektin işini dayandıram, CLS deyirəm. Bir də burada hostu dəyişə bilərik. Deyirəm host bərabərdir 127.1.1.1 bu şəkildə olsun elə. Python index.python çalışdırıram. Baxın 127.1.1.1 9000-də çalışdı. O zaman gəlib burada da 127.1.1.1 9000 yazıram, enter vuram. Detail not found, users, age bərabərdir 22 və ID bərabərdir 3 olanları gətirsin. Enter vuram. Biraz da böyüdürəm. Baxın, bu şəkildə çalışacaq. Ümid edirəm, nəysə izah edə bildim. Bu video bu qədər olsun. Növbəti videolarda sizi gözləyirəm.